Artıq bilirsiniz ki, bu günlərdə, xüsusilə sabah və bu günlərdə Həzrəti Əli əleyhissalamın doğum günüdür. Bu mübarək gündə İmam Əli ibn Əbi Talib əleyhissalamın mövlud günündə əziz möminləri və Əhl-i Beyt aşiqlərini səmimi qəlbdən təbrik edirəm. Həzrəti Əlinin yolunda Allah bizləri daimi və uğurlu addım atanlardan qərar versin. Mən qısa bir kəlmə deyəcəm Həzrəti Əli barəsində. Həzrəti Əli haqqında çoxlu filmlər var, rəvayətlər var, dastanlar var, kitablar var. Amma o Əli əleyhissalamdan danışıram ki, o Kəbə evində dünyaya gələn yeganə şəxsiyyət. Peyğəmbərin vəlisi və canişini, hətta qardaşı. Haqqın səsi, ədalətin simvolu, elmin qapısı, mərdliyin zirvəsi, Allahın aslanının doğum gününə artıq bir neçə saat qalıb, Əmirül Möminin, möminlərin ağası və bu münasibətlə də sizləri Allahın haqq yolunda olmağı və Əli əleyhissalamın vilayətində olmağı dəvət edirəm və Həzrəti Əli və o Peyğəmbər və o balaları bizə bir örnəkdir. Hər sözündə bir həyat var, hər bir səbrində bir dərs var, hər addımında bir əbədiyyət var. Allah Teala bu yolda bir daha mübarək eləsin, sabit qədəm eləsin və Allah Teala günlərimizi xoş və rəcəblərimizi də, mövludlarımızı da inşallah bizə düşərli eləsin.